Hər şey yemək olar. Xanımlar, cənablar, hər şey yemək olar. Hər şey. Hər şey. Problem hər hansı bir qidanın sizi kökəltməsi deyil. Nə olar? Bunu başa düşün. Nə çörək, nə şirniyyat, nə tort, nə o, nə bu. Heç bir qida məhsulu sizi kökəltmir. Necə ki, heç bir qida məhsulu sizi arıqlada bilməz. Problem sizin həmin qida məhsulları ilə davranış biçiminizdədir. Sizin həmin qida məhsullarından necə və nə qədər istifadə etməyinizdədir. Problem qida davranış pozuntusundadır. Problem heç bir qida məhsulunda deyil. Hər bir qida məhsulunu, çol zəhərini falan çıxmaq şərti ilə ki, hansından 1 qram yeyib ölərik, sizə ümumilikdə nələrsə də bəxş etmək üçün var bu dünyada. Yəni enerji, vitamin, mineral və makronutriyentlər. Makronutriyentlər də hansılardır? Zülallar, karbohidratlar və yağlar. Bundan başqa bir formada baxmayın onlara. Onlar sizi nə kökəltməz, nə arıqlatmaz. Onlarla davranış biçiminiz yanlışdır. Ona görə qeyd etdiyim kimi, bayaq dedim və məsəl üçün onda bu məni kökəltəcək. Düzdür? Onda bu məni kökəltməz. Niyə görə bu məni kökəltməz? Çünki bir dənə yeyirəm mən bundan. Deyirəm ki, nəfs insanı kökəldir əslində. Nəfsi idarə edə bilməmək insanı kökəldir.